Hər birinizi salamlayırıq, hörmətli izləyicilər. Redaksiyamıza daxil olan bir məlumatı çəkiliş edərək diqqətinizə çatdırmaq istəyirik. Gördüyünüz bu ərazi İsmayıllı rayonunun Cülyan kəndində yerləşir. İddialara görə bu ərazi bələdiyyəyə aid torpaq sahəsidir və meşəlik ərazidə yerləşir. Və bu ərazidə iddia olunur ki, deməli, traktorla belə deyək, burada torpağın üst qatı qazılaraq və ətrafda olan yaşıllıqlar məhv edilərək bura belə deyək, düz bir vəziyyətə gətirilib ki, yəni sanki bura açıq ərazidir və burada ev tikmək olar. Biz tikilən evə heç bir şey demirik, xeyirli olsun, hər kimə məxsusdursa, xeyirli olsun. Məsələ burasındadır ki, mövcud qanunvericiliyə görə yaşıllıqların qırılması ilə ərsəyə gətirilməsi nəzərdə tutulan deməli, belə işlər yol verilməzdir. Və nəzərə çatdıraq ki, ölkəmizdə COVID-19-un keçirilməsindən sonra bu proses daha da gücləndirilib, sərtləşdirilib. Hətta bunu edənlər bir neçə min manatlarla cəriməyə məruz qalırlar və yol verilməzdir. Ancaq yenə də bugün görünən odur ki, bugün yenə ən ucqar yerlərdə belə bu qanunu pozan idarə müəssisələr var, təşkilatlar var. Əsas isə bu işlərə nəzarət etməli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli regional idarələridir. Və bu ərazidə də 6 saylı Ekologiya Təbii Sərvətlər Regional İdarəsi yerləşir İsmayıllı rayonunda. Biz dəfələrlə həmin 6 saylı regional idarənin qanunsuz əməlləri ilə bağlı silsilə təqdimatlar etmişik və daha birini əlavə edirik həmən deməli videolarımıza. Gördüyünüz bax burada doğrudan da böyük deməli yaşıllıq kütləsidir, məhv edilib, traktorun qarşısına verilərək dağıdılıb, ərazi bütün meşəlik olubdur, meşəlikdən təmizlənib, dağ kimi bir yer olubdur, ora yarılaraq tikinti üçün belə deyək, münbit şərait yaradılıb. Bunu Ekologiya Təbii Sərvətlər Nazirliyinin yerli regional 6 saylı idarəsi elə-belə etmir, bunu belə deyim, hörmətə etmir. Yəqin ki, burada böyük məbləğdə dividendlər var, böyük məbləğdə nələrinsə hesabına bunu edir. Fikir verin, ağacların gövdəsi kütləvi şəkildə traktorla basılıb, dağıdılıb, gətirib bu vəziyyətə çatıb. Sonradan bu şərait yaradılandan sonra növbəti mərhələ Qəbələ Reyser İdarəsi 9 saylı, onların da ki, öz missiyası var. Onlar da təbii ki, bunu çox sağ ola etmirlər. Hansısa onların da deməli, belə deyək, özlərinin tutduğu xət var. Və buradan yuxarı ərazini göstəririk sizə. Orada meşəliklə əhatə olunub. Yəqin ki, yaxın aylarda belə getsə, buradan üz yuxarı artıq Küpüş dağının ətəyinə kimi bu meşəliklər məhv ediləcək. Adını da qoyacaqlar ki, bu ərazilər bələdiyyə torpağıdır. Güya ki, burada meşə olmayıb, açıq yer olubdur və burada tikinti tikmək üçün imkan var və qanun buna yol verir. Bugün çox təəssüf ki, rəsmi qurumlar istənilən vaxt, istənilən ittihamın altından sakitcə sürüşüb çıxa bilirlər. Ağlasığmaz dərəcədə faktlar, ağlasığmaz dərəcədə bəhanələr gətirərək deyilənlərin, belə deyək, güya ki, düzgün olmadığını belə əks etdirməyə çalışırlar, sübut etməyə çalışırlar. Yəni, bir daha qeyd edirik ki, burada tikilən tikintinin sahibi ilə bizim heç bir iddiamız, intriqamız yoxdur. Eşitdiyimizə görə Bakı şəhərində yüksək dövlət postlarından birində çalışır. Nicat Həsənov adında. Onun sənədləri də təqdim olunub bizə. Həmən bu evin reyser xidmətindən təqdim olunan. Bununla işimiz yoxdur. Ancaq bizi maraqlandıran və sualımız bundan ibarətdir ki, bu qədər meşəliklərin qırılmasına Regional Ekologiya İdarəsi 6 saylı niyə susur? 6 saylı Ekologiya İdarəsinin əməkdaşlarının haqqında bir neçə ay bundan qabaq tədbir görüldü. Əvvəlki Xəzər adlı rəis işdən azad olundu. Hətta onun deməli dövlət belə deyək qulluğundakı işinə, müqaviləsinə xitam verildi, yəni qovuldu. Bir neçə nəfər orada tutduğu vəzifədən azad olundu. Başqa kiçik işə yönləndirildi. Ancaq yenə bunlara deyəsən bu olmadı. Aldığımız məlumata görə orada işləyən bir neçə şəxsin belə qanunsuz yollarla xeyli sayda sərvət əldə ediblər. Bakı şəhərində bir neçə yerdə evləri, İsmayıllıda evləri. Fikir verir, qazıntı nəticəsində görün, nə boyda daşlar, qaya parçaları ortalığa çıxıbdır. Bu el onu demək sübut edir ki, demək əsas verir ki, buralar qazıntıya məruz qalıbdır. Yayımı bəyənib paylaşın, kanalımıza abunə olun və biz
həmin bu tikili ilə və başqa digər ekologiya regional idarəsinin, yəni Altçay Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin digər qanunsuz əməlləri barədə də video çəkilişlər edib sizlərə təqdim edəcəyik. Sağ olun, sağlıqla qalın.